Sən kişi olmamısan. Kişilik eləyə bilməmsən bir arvadva. Yaxşı kişilik eləyə bilməmsən. Yaxşı ata ola bilməmsən. Yaxşı məni tulla. Tulla məni. Baba, götür məni buradan. Tulla getsin. Sənin mələyin uğurun. Sən niyə gəlib onlara bir dəqiqə vaxt ayırmırsan? Məni dala qazanan adam uşaqlarından istifadə edib məni dala qazanar. Deməz, hardasan, oradasan, buradasan. Evə niyə gec gəldin? Niyə buradasan, niyə oradasan? Niyə uşaqları evdə tək qoydun? Deməz. Yaxşı kişi gələr evdə oturar. Deyər, mən səni istəyirəm, mən balalarımı istəyirəm, mən ailəmizi istəyirəm. Yenə əvvəlki kimi olmaq istəyirik. Durub burada yəni, sən elədiklərvi, kişivə elədiklərvi deyil, o da sənə elədi. Ekran bəyənə zəhmət olmasa. Ekran bəyənə bir də sinirli qüs kofesindən danışır. Baxın qızlar. Baxın. Təsəvvür eləyin ki, mən belə deyim də, boşanma 2-3 cür olur. Biri var ki, ər ona imarət. Ər ona hər şeydə ev, eşi, maşın, qapının ağzına taksi gəlir, mindirir bunu, aparır, salır salonda. Uşaqlar məktəbə servislə gedir, şəxsi şoferlə gedir. Sonra sənə gün qurub, sənin üçün hər şey, filan yerdə evin, bəhmən yerdə kirayə, orada belə necə deyim, ipotekada evin, falan şeyin, filan şeyin. Sən də qudurursan, boşanırsan. O qadının boyunu yerə soxalar. Amma bir də var ki, kişi həm sənə xəyanət eləyir, həm sənə baxmır, həm səni vecinə almır, xalaşqalarla, danaşqalarla. Deyib, burada nədir bunun adı? Hıdıcı, nədir bu? Sonra Narmineşzadə. Bunlar kimlərlə oturub cüqqülləşir, büqqülləşir. Onda bir sən lağarırsan. Bir dənə belə kişinin dalına təpiyi vurursan, davay. Ged anovun evinə. Ged elə onlardan otur, dur, yat, dur. Üstü. Boşanma 2-3 cürdür. Biri var, qadın harınlayır, kişini istəmir. Deyir, hədə şey keçdi mənim adıma, bu da mənim adımdadır, o da mənim adımdadır, bu da mənim adımdadır. Filan şey, bəhmən şey. Bir də var ki, yazıq elə ütü kimi mən işləyim, səni saxlayayım, ay Səlyan. Mən işləyim, səni saxlayayım, mən işləyim, sənin üstüvü veriyim, örtüyatım, 2 ay ged orada işte çıx, Sevda bütün acıya, ağrıya dözsün, hər şeyə dözə. Necə burada denən ki, sən kişivə elədiklərindən danış, o da sənə elədi. Nə bilim. Yo, evim yoxdur mən. Salam ürəyim. Salam. Yoxu vətənpərvər qız, uça bilmərəm, tapa bilmərəm. Hardan tapdım? Bir dəfə tutdum, 2 dəfə tutdum, 3 dəfə tutdum, 4 dəfə tutdum, 5 dəfə tutdum, boşandım. Boşanandan sonra dedi, danışmıram. Yenə də telefonuma gəldi, düşdü. Sənə oje qatarım çoxdan gedib. Su. Valla, sənin qatarın çoxdan gedib. Çox tutdum ya onu.
Çox. Çox üzürlü sayın. İndi bu dəqiqə azdır. Qadının qədrini bilən kişi azdır. Vallahi. Qadın qədrini bilən kişi azdır. Həqiqətən. Qadın qədri bilən kişi azdır. Nəyi becərsiz deyəndə bacım, nəyəm o yandan? Arvadam da, arvad. Bildiyin arvad. 34 yaşında arvad. Nə olmalıyam? Sən məndən nə gözləyirsən ki? Nə gözləyirsən? Naborot burada eybəcər görsənəm. Canlı həyatda yaxşıyam. Biraz da bu üzümün burasında ləkə var. Bu hissəmdə ləkə var. Narahat olma. O da indi çarəsini tapar. Sən mənə dərdimi çəkmə. Poşteriya istəyirsən, qoyun. 077 səhifənin altında var, balam. Üstüvə sağlıq. Üstünüzə sağlıq. Ayağımdan bir ağrı qopub. Dəhşət, dəhşət. Sağ ayağımdan bir ağrı qopub. Ayağımı yerə qoya bilmirəm. Bax, sağ ayağımla nə qayıracam mən bilmirəm. Niyə köçürsən? Baxsan Allah evə. Ona bax. Bomboş deyil. Dizimdən aşağı. Səsim anadan gəlmədi belə. Dizimdən aşağı dizimi bağlaya bilmirəm. Nədən ola bilər o? Bir həftədən çox da ağrıyır, özü pis ağrıyır. Revmatizma deyir, o revmatizma. Hə. Uydu, nə sinir ha, sinir nədir? Hə, Aykan, mənim səsim anadan gəlmədi balam. Hər şey eləmişəm, yod da vurmuşam, isti suya da qoymuşam, keçmir. Naborot ağrı getdikcə çoxalır. Hə, vitamin D yoxdur. Gəzirəm, ay qız, nə qədər? Bütün gün orada buradayam. Nə olmalıdır? Ortafen, hə, var evdə atarım. Nə bildim, bəxtim yoxdur.
Dizimin arxası ağrıyır. Köçürəm hə, rəvan. Vallahi layda. Voron, and olsun Allah. Ərim qədrimi bilmədi, amma ərim harda da, orada da, burada da məni pisləyir. Məni pisləyir. Məni pisləyir bacı. Məni pisləyir. Voron kimdirsə məni tanıyır Voron. Voron məni yəqin tanıyır əlin içişini, bilir. 100%. Valla. Voron bilir də, bilir. Kimsə ya mən tərəfdəndir, ya da onlar tərəfdəndir. Bilmirəm ay xanım, kaderim, bilmirəm. O barədə məlumat yığmamışam. Ramo üstümdə bujiteriya da var, qızıl da var. Az yox, nə binədir? Binə nədir? Nəyi var ki, evdə verə mənə? Hə, direktim doludur. Danışdıqları ilə, onun yazışdıqları ilə. Yox, o binə gətirdə. Qızlar, Slimliksun kofesindən danışaq. Qaynaq saçı niyə çıxartdın? Vaxtıydı da. Vaxtıydı. Qəşəng də belə. Şirin görsənlə. Çuppulu qızlara oxşayıram, çuppulu. Qoyun, nəyi göstərim? WhatsApp'da yaz. WhatsApp'da yaz, WhatsApp'da. Hara köçürsünüz, hara oldu? 20 yanvar masazır. Olsa masazır, olmasa 20 yanvar. Saçma lazım deyil, heç nə eləmirəm. Qaynaq qoyulacaq. Qızlar, Slimlikus'dan arıqlamaq istəyən xanımlarımız, köçürükdən əziyyət çəkən bəylərimiz, əyilib ayaqqabımızın ipini bağlaya bilmirsinizsə, yatanda nəfəs ala bilmirsinizsə, nə edirsə, Varovskiyə gəlirsən? Bəli, gəlirəm. Var Varovskidə ev. İndi bu dəqiqə var Varovskidə ev. Nəsimliyə gələrsiniz, yox. Varovskidə neçəyədir ev? Qəşəngdir. Sarayda qalarsan, dünən gəlləmdə saraydan. 400 manata içi dolu. Heç nə. Necə olacaq? Məştək bağlanır da, nəfis yox. Bazıncı tərəfdə yoxdur, yox, oranı istəmirəm. Neçə istəyirsən ev? 400. Varovskidə bu dəqiqə ev var. Hara getdin ay xanım? Başva dönüm. Yazım düşmür. Yox, nömrəmə yaz. 077 427 2106. Varovskidə bu dəqiqə ev var. Qiymət. Loğman elə də yox. Normal.
Köklükdən əziyyət çəkən xanımlarımız, arıqlamaq istəyən bəylərimiz, xalalarımız, bibilərimiz, bibi qızları, tələbə qızlarımız, baxıb ona buna belə həsrətlə baxırsan, ayda, mən də o paltarı geyinərdim, kaş ki mənə də belə qəşəng, kulturlu qalardı. Neynirsən balam? Slimlix kofesindən alırsan, içirsən. İlyas, 2 otaq, 3 otaq, fərqi yoxdur, 2 otaq olsun. 2 otaq olsun, kuxnası da olsun. Salam. Neynirsiz? Slimlix kofesindən alırsınız, qəşəng içirsiniz. Slimlix kofesini aldıqda çatdırılmamız pulsuzdur. 055 583 2016 nömrəsinə yazırsınız. Çüçək xanım anında xeyr. Bir dəqiqə istəmirəm. Neçəyədir bacı? Qiymətini qoyun. 055 583 2016. Yaz, soruş. Türkçə xanım anında cavablayacaq. Nömrəyə yazın. Nömrəyə 055 583 2016. Yazın Türkçə xanım sizə. Ne istəyirəm? Cüzə saxlamıram. Çöldə quşların səsidir balam. Həyət evində qalıram. Ay Rəyana. Rəyanacan, Rəyana. Həyət evi yox. Bina evi. Arası, xırdalanın arası. Necədir? Bəlkə həyətdir, qəşəngdir, səliqəlidir. Haycan. Bəli, yarı qutu satılır. Bəli, nara, nariçka. Bəli, ürəyim, yarı qutu satılır. Bəli. Superdir. İnan Allaha. Alın, deneyin, görəcəksiniz. May, iyun, avqust. Yəni, mənim üçün belə arıq qalmaq istəyirsinizsə, deyirsiniz, ay Seva, bu qədər yeyirsən, kökəlmirsən. Ay Seva, bu qədər yeyirsən, kökəlmirsən. Valla billah. Mən buyam. Bu da ki, bunun zaman kutuda belə çobuk göstərir. Biraz qarnım var, o da gedəcək. İnşallah idman, məşq. Hələlik köçürəm deyənə eləyə bilmirəm. Tələsin yazın. Ay Allah, ay Allah, aylim. Mən də deyirəm, mənə deyir, tələsin yazılın, kofe qalmadı. Nə edirsən, Əliyeva? Neçə şıl olsan 60. Bu köynəyi üçün ticarətdən almışdım. Bir dəfə olsun əynimə geyinməmişəm. Prosta bu mən niyə belə boşalmışam bilmirəm. Allah'ın olsun qızlar, baxın. Bu mənəm də yəni, mən. Davamını oxumadı, niyə bacı? Oxudum, prosta burada şey eləmədim. Arılamaq üçün kofedir, bəli. Ekran bəyənəkdən olar.
Əliyeva, sən yəqin 430 manata ev var Masazırda. Instagram ay xanım bahadır. Masazırda 450 manata da evlər Masazırda. Binəqədidədir var. Marşrutlar 123, 165, hər şey evdədir. İstəmirəm Binəqədi. Binəqədidən bütöv çıxıram. Ümumilikdə çıxıram. Binəqədiyə əlvida. Binəqədidə məni saxlayan nə bir kəs var, nə məni bura bağlayan bir kəs var. Всё. Mən bir dəfəmlik bura gedirəm, da bir də bura gəlməmək şərti ilə. Всё. Yeni Saray tərəfdə Qurtuluşun yanıdır. Sən bil. Yox, Zadə. İstəmirəm. Binəqədi əlvida. Cavid, ömrüm. Cavid. Nə məsələdir bu? Ömrüm. Ömrüm. Paşa yedi üstə. Mən qəlbim əllərində altında. Nə olar? Ədə yaxşı, qımışdırma məni. Ömrüm. Bilmirəm, ay ədə, yəqin qızdır kimi səriyyədə ilə girir. Uşaqlar anı, yarə namə. Məştabda. Ədilə İsmailova 20 yanvarda rəfiqəmə 400 manata boş ev tapdılar. Qəşəng. Ekran bəyənə edən onlar. Təşəkkürlər. Başım bıraxayım burada çələpçə. Sen orada yazışırsan ben de ister istemez pis olurum. Urugaya akşam sarayım tekrardan gələm. Baxdım 400 manata. 2 dənə ev var, ona da baxacağım. Aykan, Masazırda hardadır? Qaz, su, ışıq var. Demə. Salam. Yorğunluğum yox, ümumilikdə ay qızlar. Bu adı bilsəncə, adam şey olur, sağ olun, siz necəsiz? Adam, siz necə, belə əli ayağı soyuyur da. Heç nə, məktəbin başım bura. Bir ay qalıb da, всё. Nə vaxt buraxılırlar? Məktəb nə vaxt bağlanır ümumilikdə? Ne? Sen niye abejlik kalmışsan ki?
Neden? Neden? Qutardı da. Mayın axırına qədər burada. 14 gündə bitər eləyərəm, idarə eləyərəm, gələcəkdən. Həsi da. Binəyə get. Hansı binə? Cavid. Ədə. Bilmirəm, ədəsən yoxsa yox. Adı oğlan adı deyənə bilməm nə müraciət edeyim. İkisini də dünən əsəbimdən qırmışam. Mən qırmışam. Belə. Bax, yenə qırırlar. Bax. Qırqın. Burada da ətim var deyənə dırnağımı elə qırmışam. Promo birbaşa dırnağıma gəlir. Kızlar kofe. Kofeyle maraqlananlar. Kofeyle maraqlananlar kızlar. Kofeyle maraqlananlar 583 2016 nömrəsini yazsın. 583 2016 nömrəmizə yazın. Bir də görün Nərmin hardadır? Canlıdadır. Salam, qonşumuzsan. Harda? Olar. Nətər qonşunam ki, səni tanımıram. Ama başa düşmədim. TikTok Azərbaycan follow. Axşam gedəcəksiniz, yenə gündüz evdəsiz. Başa düşmədim. Sən mən gündüz axşam evdə olub olmamağımla nə aidiyyatı? Mən də görüm, yaz görüm bura. Hə, görürsən, bilirəm. Hə. Ki, belə ürəyin yanır, istəyirsən heç axşam da heç evdən qırağa çıxmayayım. Gətir pulu ver, istədiklərimizi al, evimizin kirayəsini, qaz, su, işıq, hamısını ver. Mən bir dəqiqə belə evimdən qırağa çıxmayayım.
Hə, TikTok Azərbaycan kimdirsə mənə yamancudur. Hansı tərəfə köçürsən? Bilmirəm ki. Həzəslanov axşam çatdırılma var qızlar, işdə olacam orada. O niyə attın səssizə? Qoy görək hansı uğraşdı o. Mən gecə 1-də 2-də gəlməyim ona yer eləyir. Kişiliyi durub. Deyirəm də, Allah haqqı. Mənəm sinəsinə vurub belə gəzən var. Ona əlimə verirlər, ortadan belə şırıqlayıb, cırıqlayıb bıraxasan. Bağışda da sən kimi kişi bizim başımızda deyil. Əgər kişi sənsə. Kişi bizim başımızda deyil də, nağayraq. Bizə pul gətirib verən yoxdur. Bilirəm də, elə mən də uzun ev axtarıb köçürəm. Bilmirəm ki, kimdə, amma özü tapacaq, məni tapacaq. Gözləyirəm onu direktə mənə nəsə yazsın. Kimsə məndən abijnik qalandı da, görür əli çatmır axı, onun üçün. Qızlar, mən canlımı bağlayıram. Qız mənə ev atırıb, buradan ev şəkillər atır. Girim baxım görüm elə nədir, nə deyil. Nə bilim. Allah, öldüm ay Allah. Hara götürsən, nə bilim ha. Vüqar Əli İmanov sənə əli satmır. Bir dənə buradan sağ-salamatçılıqla kösüb canımı qutara bilsəm, əla olar. Süper olar. Hələlik qızlar, bağlayıram canlını. Mənə də ev şəkili atıb ona baxım. Necə getdi? Gördüğün izhara getdi. Hələlik qızlar, öpürəm sizi, var olun. Təşəkkür edirəm. Özünüzə yaxşı baxın.
Sağ olun, yaxşı olasınız. Sevə get bax evlərə. Hə, bəlkə yaxşıdır, gecikmə. Hə, vallahi onsuz da mənə kim kömək eləyəcək, təkəm. Öpürəm sizləri. Mənə yaxşı sözlər yazanlar. Var olun. Həqiqətən sizin yeriniz mənim qəlbimdə tam başqadır. Öpürəm sizi, bağrıma basıram.